Salam, mən 216 nömrəli tam orta məktəbin rəqəmsal bacarıqlar müəlliməsi Cəbrayıl Vüsaylə. Bu günləri sizlərlə 4-cü sinif mövzusu olan elektron poçtla iş mövzusunun izahına baxmaq istəyirəm. Gəlin ilk öncə keçən dərsimizdən olan şəxsi məlumatların nə olduğu barədə biliklərimizi yenidən təkrar edək. Biz bilirik ki, şəxsi məlumatlar müəyyən bir insana aid olan və onu digər insanlardan fərqləndirməyə imkan yaradan məlumatlardır. Üzr istəyirəm. Davam edək. Dedik ki, şəxsi məlumatlar müəyyən bir insana aid olan və onu digər insanlardan fərqləndirməyə imkan yaradan məlumatlardır. Yəni, bu hər bir insanın adı, soyadı, yaşadığı ünvanı, telefon nömrəsi, oxuduğu məktəb, təhsil aldığı universitet, bank kartlarının üzərində olan xüsusi şifrələr, bunların hamısı şəxsi məlumatlara aiddir. Gəlin indi isə dərsimizin müzakirəsinə keçək. Biz bilirik ki, elektron poçt internet vasitəsilə həyata keçirilir. Gəlin baxaq görək elektron poçt nədir? Elektron poçt kompüter şəbəkələri istifadəçiləri arasında ismarıc məktub mübadiləsi sistemidir. Yəni biz internet üzərindən kiməsə məktub və yaxud da kiməsə hər hansı bir sənəd göndərmək istəyiriksə, bunu elektron poçt vasitəsilə həyata keçirə bilərik. Elektron poçt adi gündəlik həyatda istifadə olunan poçtla bir çox oxşar cəhətlər var. Gəlin görək bu oxşar cəhətlər nədən ibarətdir? Biz bilirik ki, adi poçtun evin poçt qutusu var və həmin poçt qutusuna məktub atılır. Sonra poçtalyon tərəfindən həmin məktublar müəyyən ünvanlara çatdırılır. Və yaxud da biz bilirik ki, poçt məntəqələri var. Həmin məktubları poçt məntəqələrinə göndərə bilərik. Elektron poçtda da eyni, internetdə poçt qutusu var. Bu poçt qutusu e-mail ünvanı adlanır. Biz bilirik ki, hər bir telefonun, hər bir kompüter avadanlığının, daha doğrusu İKT avadanlığının e-mail ünvanı mütləq olmalıdır. Deməli, ilk oxşar cəhət adi poçtun da poçt qutusu var, elektron poçtun da internetdə mövcud olan poçt qutusu var, hansı ki bu e-mail ünvanı adlanır. İkinci, alıcının və göndəricinin ünvanı var. Dediyimiz kimi, məsələn, siz məktubu göndərirsinizsə, üzərinə yazırsınız ki, hansı ünvana getməlidir. Adi məktubdan söhbət gedir. Eyni qayda ilə də elektron poçt vasitəsilə, yəni elektron poçt vasitəsilə biz məlumat və yaxud da məktub göndərəndə mütləq ora göndərdiyim həm bizim ünvanımız düşür, həm də kimə göndərmişiksə o həmin məktubu, həmin insanın ünvanı düşməlidir. Üçüncü fərq, məktub zərflərə qoyulur adi poçtda. Elektron poçtda isə məktublar kompüterdə və yaxud da telefonların xüsusi pəncərələrinə yazılır. Yəni biz artıq burada əyani vəsaitdən yox, elektron vəsaitdən istifadə edirik. Yenə dediyimiz kimi poçtalyon məktubu küçələrə çatdırır və yaxud da poçt vasitəsilə, poçt məntəqələri vasitəsilə məlumatlar bir-birinə ötürülür. Elektron poçtda isə də internet məktubu naqillər və peyklərlə çatdırılır. Yəni onlayn qaydada çatdırılır. Gəlin indi fərqli cəhətlərinə baxaq. Adi poçt bir neçə günə və yaxud da həftə ərzində bir ünvandan digər ünvana ötürülürsə, elektron poçt bir neçə saniyə ərzində göndərdiyimiz şəxsə çata bilir. İkinci fərq isə açıqca və ya sənəd göndərmək olar mətn formasında, yalnız elektron poçtda, daha doğrusu adi poçtda fikrimi daha da düzgün izah edim. Deməli, adi poçtda açıqca və yaxud da yalnız sənəd göndərmək olursa, elektron poçtda biz həm şəkil göndərə bilərik, həm mətn göndərə bilərik, video, səs faylı və yaxud da eyni ilə mətn sənədi göndərə bilərik. Gəlin indi baxaq görək ki, elektron poçt necə işləyir. Biz dedik ki, adi məktub göndərəndə də, elektron poçtla göndərəndə də bizdə birinci göndərici olmalıdır. Yəni həmin məktubu göndərən şəxs. Elektron poçtda, baxın burada nümunə üçün səbinə veriblər. Səbinə göndəricini öz cihazında, kompüter, telefon, planşet cihazında məktubu yazır. Məktubu yazdıqdan sonra həmin məktub server adlanan internet poçt şöbəsinə göndərilir. Aşağıdakı məlumatı oxuyaq. Məktub poçt serverinə göndərilir.
bu mərkəzi poçt şöbəsi kimidir? Yəni dediyimiz kimi biz adi məktubu hara göndərirdik? Mərkəzi poçt filialına göndərirdik. İnternetdə isə bu serverlə əvəz olunur. Sonra isə həmin server vasitəsilə göndərdiyimiz elektron məktub göndərilir alıcıya. Burada bizim görürsünüz ki, şəkildəki alıcımız Leyladır. Həmin məktub alıcının poçt qutusuna düşür və onu oradan asanlıqla açıb oxuya bilir. Yaxşı, biz elektron məktub göndərərkən nələrə diqqət etməli və hansı qaydada göndərməliyik? Birinci hissədə kimə sualı verilir bizə. Burada bu bölmədə alıcının ünvanı yazılır. Məsəl üçün, alıcının Gmail ünvanı yazılır. Tutaq ki, burada bizə nümunə üçün ayaz@gmail.com yazılıb. Deməli, bizim məktubumuzun alıcısı Ayaz adlı şəxsdir. 2. Mövzu. Burada məktub haqqının göndərdiyiniz məktubun nə haqqında, nə barədə olduğu haqqında məlumat verə bilərsiniz. Məsəl üçün, Ayaza göndərilən elektron poçt kinoteatr biletləri haqqındadır. 3. Təsvir. İsmarıcın qısa mətni. Burada biz nəzakətlə salamlama və sağollaşma yazırıq. Yəni, salam, mən kinoteatrdan bilet aldım, bileti məktuba əlavə edirəm, onu çap etməyi unutma və sağ ol kimi qısa məzmun mətnini göstərə bilərik. 4-cü hissədə əlavələr. Bura əlavə olaraq qoşma faylı qoşa bilərik. Tutaq ki, biz şəkil, fotoşəkil, video, sənəd əlavə etmək üçün düymələr, əlavələr düyməsindən ora göndərəcəyimiz məlumatı əlavə edirik. Sonra da 5-ci ən son addım göndər. Göndər komandasını verdikdən sonra isə alıcıya məktub avtomatik olaraq göndərilir. Yəni bizim diqqət etdiyimiz ardıcıllıq ilk olaraq kimə xanasını doldurmaq, ikinci olaraq mövzu xanasını doldurmaq, üçüncü olaraq təsvir xanasını doldurmaq, dördüncü olaraq əlavələr xanasını doldurmaq, sonuncu olaraq da göndər əmrini verərək, göndər düyməsinə klikləyərək elektron məktubu göndərə bilərik. İndi gəlin burada nümunəyə baxaq. Tutaq ki, Səbinə Leylaya elektron məktub yazmağa kömək edək. Gəlin bu situasiyada baxaq. Biz də bilirik ki, kimə mövzu, təsvir, məktub yaz verməlidir. Hər bir sahəyə hansı məlumatları yerləşdirmək lazımdır. Gəlin görək hansı məlumatları yerləşdirmək lazımdır. Kimə sahəsinə biz dedik ki, məktubu kimə göndərəcəksə, onun elektron poçt ünvanını yazmalıyıq. Leylaya göndəririk və Leylanın elektron poçt ünvanını kimə bölməsində qeyd edirik. Sonra mövzu ünvanında tutaq ki, Leylanın ad günüdür və biz Leylanı, Səbinə daha doğrusu, Leylanın ad gününü təbrik etmək istəyir. Mövzu hissəsinə ona göndərilən məktubun nə ilə bağlı olduğunu, belə düşünün ki, ad hissəsinə, ad günü mübarək mövzusunu yazırıq. Sonra təsvir. Təsvirdə biz dedik ki, qısa salamlama mətni olur. Salam Leyla, ad gününü təbrik edirəm, sənin üçün açıqça çəkdim. Ad gününə uyğun açıqça çəkim. Sonra isə əlavələr düyməsindən həmin açıqcanın şəklini yükləyirik və göndər bölməsi vasitəsilə də açıqcanı göndəririk. İndi görək Səbinənin daha doğrusu Leylanın qutusunda Səbinənin göndərdiyi məlumat nə formada göstərilir. Baxın, görürsünüz, burada gələnlər, göndərilənlər, spam bölmələri olaraq 3 bölmə var. Məhz bizim göndərdiyimiz məktub gələnlər bölməsinin içində görünəcək və Leyla onu açaraq bizim ona göndərdiyimiz mətni, məlumatı oxuya biləcək. Yaxşı, gəlin baxaq. Gələnlər, göndərilənlər, spam və məktublar siyahısı nədir? Birinci məktub yaz bölməsi burada şəkildə görünür hər biri. Diqqətlə bunlara baxaq. Məktub yaz düyməsi nədir? Biz əgər Leyla tutaq ki, Səbinəyə əks olaraq, yəni ona qarşılıq olaraq məktub yazmaq istəyirsə, məktub yaz bölməsindən yenidən məktub göndərə bilər Səbinəyə. İkinci, gələnlər qutusu sizə gələn məktublardır. Yəni Səbinənin Leylaya göndərdiyi məktub məhz gələnlər qutusunda görünəcək. Üçüncü, göndərilənlər. Əgər dediyimiz kimi biz Səbinəyə əks olaraq, yəni ona təşəkkür olaraq məktub göndəririksə, o da göndərilənlər qutusunda görsənəcək. Görürsünüz, göndərdiyiniz məktublar göndərilənlər qutusunda
saxlanılır. Yaxşı, bəs spam nədir? Spam ya şəxslərdən gələn və ya şübhəli məzmunlu məktublardır. Buna biz ən çox deyirik, məsəl üçün hər hansı bir səhifəni spam etmək, hər hansı bir şəkili spam etmək. Bu spam anlayışı burdan gəlir. Spam təhlükəli göndərilən məktublardır və bu məktubları açmamaq tövsiyə olunur. Çünki həmin məktubların içində xüsusi viruslar ola bilər ki, sizin kompüterinizin işləmə sürətini azaldar və yaxud da hər hansı bir viruslu fayllar ola bilər ki, sizin şəxsi məlumatlarınızı oğurlaya bilər. Yəni qısaca olaraq spam bölməsində olan məktubları açmaq və yaxud da oxumaq təhlükəli ola bilər. 5-ci olaraq da məktubların siyahısı. Burada bütün sizə göndərilən, tutaq ki, Səbinə göndərib, Aytac göndərib və müxtəlif şəxslər sizə məktub göndərib. Bunların hamısı da məktublar siyahısında görünür. Bunlardan danışdıq. Açmağı danışdıq. Belə, burada da spam qovluğu nə üçün lazımdır? Biz də bilirik, bayaq da dediyim kimi, spam təhlükəli qovluqlarının saxlanıldığı yerdir. Baxın, burada da deyir, spam qovluğuna nə etmək olmaz? Heç vaxt spam qovluğundakı məktublarda olan keçidləri klikləməyin, əlavə edilmiş faylları yükləməyin, belə məktublara cavab verməyin. Dediyimiz kimi, bunlar virus xarakterli, təhlükəli xarakterli məlumatlardır. Belə, ümumi olaraq gəlin indi məktubu necə yazmaq lazımdır təlimatına baxaraq dərsimizi yekunlaşdıraq. Əgər tutaq ki, biz hər hansı bir şəxsə məktub göndərmək istəyiriksə, bunu hansı ardıcıllıqla yerinə yetirməliyik? Deməli, birinci, poçt xidmətinə daxil olun. Məktub göndərə biləcəyiniz saytı və ya tətbiqi açın. Tutaq ki, biz Gmail proqramı vasitəsilə kiməsə elektron poçt göndərmək istəyirik. O zaman telefonumuzdan Gmail hesabımıza daxil oluruq. İkinci, məktub yaradın. Məktub yaz düyməsini klikləyirik. Üçüncü olaraq alıcının ünvanını göstəririk. Yəni, məktubu kimə göndəririksə, onun Gmail ünvanını qeyd etməliyik. Dördüncü olaraq mövzunu yazmalıyıq. Mövzunun nə haqda olduğunu qısaca qeyd edirik. Yəni, bayaqlar biz gördüyümüz kimi Səbinə Leylaya ad günü ilə bağlı hər hansı bir açıqca göndərir və onun ad hissəsini orada qeyd edir. Sonra məktubun mətnini yazın, salamlama, əsas mətn, sağollaşma. Yəni, burada sizin göndərdiyiniz elektron poçt nə barədədir? Qısaca orada məlumat verirsiniz. Bayaqlar biz yenə Səbinədən nümunə çəkək. Səbinə ad günü Leylanı salamladı, ad gününü təbrik etdi və onun üçün açıqca hazırladığını ona dedi. Faylları əlavə edin. Uşaqlar, bu lazım olduqdadır. Yəni, əgər siz həmin mətnlə bərabər şəkil göndərmək istəyirsiniz və yaxud da həmin mətnlə bərabər hər hansı bir sənəd göndərmək istəyirsinizsə, faylları əlavə edin düyməsindən bunu yerinə yetirə bilərsiniz. Sonuncu olaraq 7. Göndərilmə düyməsini basın. İnternet məktubun alıcının poçt qutusuna göndərəcək. Alıcı məktubu göndərdikdən sonra alıcı məktubu gələnlər qovluğunu açır və onu oxuyur. Əgər siz həmin məktubu yenidən, yəni öz telefonunuzda görmək istəyirsinizsə, siz isə göndərilənlər qovluğuna müraciət edə bilərsiniz. Əgər alıcı, bir də bura hissəsini təkrar edək, əgər alıcı məktubu görmək istəyirsə gələnlər qutusuna, yox. Əgər göndərən şəxs məktubu yenidən baxmaq istəyirsə, göndərilənlər qovluğuna müraciət etməlidir. Qısaca olaraq mövzumuzun izahı bu qədər. Ümid edirəm ki, az da olsa sizdə elektron poçt barəsində təəssürat yarada bildim. Zəhmət olmasa önəmli qismləri dəftərdə özünüz üçün qeyd edin. Hansı ki, faylların yuxarı sağ küncündə göstərilir. Hansı məlumatlar dəftərə qeyd edilməlidir. Ümumilikdə bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.